pensiyalar artıq artımla ödənildi. İnsanlar gözləyir də, pensiyalanlar artımdan gözləyirlər ki, görək artım nə qədər olacaq. Naxçıvan Muxtar Respublikası üzrə fevral ayının pensiya ödənişləri artıq başa çatıb. Təbii ki, istinad edirəm Madelen.az-a. Onun məlumatına görə Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb. Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixi əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamına uyğun olaraq 2026-cı il yanvarın 1-də təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3% artıb, yəni indeksləşdirilərək artırılıb. Fevral ayı pensiyaları artıq ödənilib, artımla ödənilib. Bəli, digər pensiyalarda kimlər ki alacaq, inşallah onlar da artımını alacaq və görəcəklər. Artım nə qədərdir?